Aldığınız telefonun prosesoru güclü ola bilər, kamerası 100-200 megapiksel ola bilər. Amma gün ərzində 200-300 dəfə toxunduğunuz ekran sizə yalan danışır. IPS, OLED, AMOLED bu terminlərin arxasında duran texnologiya həm göz sağlığınıza, həm də cibinizə birbaşa təsir göstərir. Gəlin sizlərlə birlikdə bu texnologiyaların nə olduğuna və bizlərə nələr vəd etdiyini birlikdə nəzər salaq. Ekran dediyimiz şey milyonlarla kiçik nöqtənin, yəni piksellərin birlikdə hərəkət etməsidir. Hər bir piksel qırmızı, yaşıl və göy rəngli alt piksellərdən, yəni RGB-lərdən ibarətdir. Görüntünün keyfiyyəti isə bu piksellərin necə işıqlandırılmasından asılıdır. Burada əsas iki texnologiya var: arxa işıqlı panellər və özü işıq saçan panellər. İlk olan arxa işıqlı panellər, yəni IPS, In-Plane Switching. Bu klassik LCD texnologiyasının zirvəsidir. Buradakı məntiq sadədir. Ekranın arxasında böyük bir fənər, yəni backlight həmişə yanır. Piksellər isə sadəcə bu işığın qarşısını kəsən pərdələrdir. IPS panelləri seçmənin bəzi üstünlükləri var. Rənglər inanılmaz dərəcədə təbiidir. Fotoqraflar və dizaynerlər çox vaxt IPS-ə üstünlük verir. Çünki rəng çaraqları aldatmır. Həmçinin bu ekranların ömrü çox uzundur. 10 il, 15 il istifadə etsəniz də ekran yanmır. IPS LCD panellərin mənfi tərəfi isə arxa işıq həmişə yandığı üçün qara rəng heç vaxt tam qara olmur. Həmişə biraz tünd, boz qalır. Bu da ekran panellərində kontrastı öldürür. İkinci ən çox istifadə olunan panellər isə OLED və ya AMOLED panellərdir. OLED televizorlarda, AMOLED isə onların biraz fərqli formasında telefonlarda istifadə olunan panellərdir. OLED panellər, yəni Organic Light Emitting Diode. Burada heç bir arxa işıq yoxdur. Hər bir piksel müstəqil bir lampadır. Ekranda qara rəng göstərmək lazım olduqda piksel tamamilə sönür. Bu da qara rəngin tam olaraq qara görsənməsinə səbəb olur. OLED panellərin üstünlüyü sonsuz kontrast verməsidir. Rənglər o qədər canlıdır ki, sanki ekran çıxacaqmış kimi görsənir. Üstəlik telefonlarda istifadə olunan Always On Display, yəni daima açıq olan ekran funksiyası məhz bu texnologiya sayəsində batareyadan çox cüzi miqdarda istifadə edir. OLED panellərin ən böyük problemi isə burn-in və ya ekran yanması olaraq da bildiyimiz məsələdir. Uzun müddət eyni parlaq şəkli telefonda istifadə etsəniz, həmin piksellər yorulur və ekranda kölgə kimi iz qalır. İzmal videolarında daima sizlərə bildirdiyim bir məsələni də qeyd edir. Bəzi AMOLED ekranlar parlaqlığı azaltmaq üçün çox sürətlə yanıb sönür. Gözünüz bunu görməsə də beyniniz yorulur və baş ağrısına səbəb ola bilər. Həssas gözləriniz üçün IPS və ya DC Dimming dəstəkli AMOLED-lərə baxmalısınız. Bəs əsas hansı paneli seçək? IPS yoxsa AMOLED? IPS panellər daha dəqiq görüntü verir və daha uzun müddətli istifadə etmək olur və qiymət olaraq da OLED panellərdən daha aşağıdır. OLED panelləri isə rəng canlılığı, daha çox kontrast və qara rəngləri daha dəqiq verir. Bəs siz nə düşünürsünüz? Hansı panellər daha üstündür və siz hansını seçərdiniz? Şərhlər bölməsində fikirlərinizi paylaşa bilərsiniz.